Emin Əmrullayev saat azlığını aradan qaldırdı. Elədi, saat səhər 9-da gəlməlidir müəllim, 6-da çıxmalıdır. Əmrullayev, mən deyərdim ki, səhv eləyir. Cəmaat insan bilirsə nətərdir? Ürək 8 saat işləyir. Bütün proletariat ömrü boyu mübarizə aparıb 8 saatlıq iş günü ürəyə görə. 8 saatı da mən hökumətə işləyəcəmsə, mənim ailəm var, uşağım var və onlara nə işləyəcəm mən? Özü də 8 saatdan artıq işləyirsənsə ürək nevrozu olacaqsan. Deməli, bu insanların hamısı ürək nevrozu olacaq. Həkimlər mübarizə apardı, 6 saatlıq iş saatına keçib. Bu saat ölkələr çalışır ki, 4 günlük 3 saat olsun. Siz nə darsınız? O saata görə, səni orada oturduğuna görə sən pul verməməlidir hökumət. Bu düzgün iş deyil. Demokratiya, sən nə danışırsınız? Kimlə danışır? Bizim üstə mən açıq deyirəm. Əvvəlcə müəllimləri qapıda, Sovet dövründə hər şey eləyirdilər. Qapıda növbətçi saxlayıb. Mənim müəllimi, bunun komendatı var, burada gözləyən var. Onlar kef edir, mən bunun əvəzinə işləyirəm, qurban olum. Dedim ki, kapitalizmə keçmişik. Elə bir kapitalizmə keçmişik, ən murdar forması, beləsi heç Afrikada yoxdur. İnan ki. Buna görə mənə pul verirsən bu növbətçiliyə? Yox. Mən nə yaşadırsam, mən nökərəmdir sənin. Bax, ondan sonra tamamilə mən gəlmədim. Növbətçilik eləmədim. O bir aydan sonra da hamısını pulları biləcək ki, müəllimlə bir növbətçim olar. Sən nə dersin?